Və mən ayın 14-dən may ayının deməli 14-dən 18-nə qədər oldum Şimali Kipr Türk Cümhuriyyətində səfərdə və həmin səfərdə keçirilən konferansda qarşı tərəfin səsləndirdiyi ideyalar var ki, onlardan biri o idi ki, Azərbaycana xüsusi münasibətləri var, xüsusilə bunu qeyd edirlər, amma çox istədilər ki, 2005-ci ildə bir dəfə bilirsiniz ki, açıldı birbaşa Bakı, deməli Lefkoşa reysi. Bəli. Ki, bu reyslərin bərpası və birbaşa reyslərin açılması ilə bağlı ideyalar səsləndi. Səsləndi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var. Ufuq xanım rəhbərlik edir. Və çox da fəal xanımdır. Bəli, mən də görüşmüşəm ondan. Çox gözəl bizim Baku TV-yə gəlmişdi, çox gözəl bir müsahibəsi getdi bizdə. Gəlmişkən elə mən orada da onların Xarici İşlər Naziri ilə görüşümdə də təriflədim. Dedim, doğrudan da sizin nümayəndəniz bizdə çox amma gözəl orada da seçkilər gəlir və digər siyasi qüvvə hakimiyyəti gələrsə nə olar? Və onlar da istədilər ki, burada nümayəndəliyin fəaliyyət imkan və potensialının genişləndirilməsinə bağlı müvafiq şəraitin təminatı. Mən dedim, problem mi var? Dedi, yox, problem yoxdur, sadəcə statusun. Onların bizdə bu böyük elçilik deyil təbii ki, bizim də böyük elçiliyimiz yoxdur. Amma bu nümayəndəlik ki var, o nümayəndəliyin statusunun bir qədər genişləndirilməsi ilə bağlı fikirlər səsləndirildi ki, çox istərdi ki, baş versin, çünki münasibətlərimiz bugün yüksək səviyyədədir.